Allah bizi yaradıb ki, xəstə yaratmayıb ki. Yox, İlahi bizi sağlam yaradıb. Hə. Xəstəliyi biz özümüzə getiririk. Qazandırmış. Necə gətiririk? Neqativliklərlə. Bilmirik ki, necə gətiririk. Baxırıq ki, Neqativliklərlə. xəstələnmişik. Yəni ki, deyirik də nəyə görə Hə. gətiririk? Adicə sıxıntı bizə xəstəlik yaradır. Adicə nervi bizə xəstəlik yaradır. Yəni hər bir xəstəliyin başlanğıcı Bax, neqativliklərdir. Natiqə xanım, sıxıntını çəkməmək üçün nəyə? Axı biz sıxılırıq da. Bax, bu dəqiqə misal kimi hər hansısa bir problem var. İzləyicilər də indi izləyirlər Sıxıntı bizi. keçirirsən. Keçiririk bax sıxıntı. Ürəyim sıxılır. Nə bilim, ürəyim qalıb o işin dalınca, nə ürəyim qalıb bu işin dalınca. Da yəni çox şey ola bilər. Niyə qalıb? Nədən qalıb? Çünki blokaj nöqtən var. Bloklanmısan, gərginliyin var bədəndə. O gərginlik açılandan sonra sən Yəni- olursan, hirslənmirsən. Blokum yoxdursa bəs Sıxılmırsan. sıxılmamalı. Xeyr. Sıxılma nədir? Həyat düzdür, ya, həyatda hər bir şeydən sıxılma olur. Amma bir var ki, o sıxılmanı depressiya halına kimi çox gətirmək. Oca günlərlə o sıxıntı keçir. Bir var ki, elə belə sıxıldın, açıldın, o heç, o həyatda olmalıdır. Amma günlərlə sıxıntı bu oca bağlılıqdır.